Hamıya salam. Bugün TUSAŞda intern olaraq birinci günümüzdür. Servis bizi hər gün qaldığımız yerdən götürür və gətirir TUSAŞa. Təhlükəsizlik baxımından TUSAŞda video və şəkil çəkməyə qadağandır. Yalnız da burada bizə icazə vermişdilər ki, şəkil və videolarımızı çəkək. TUSAŞın ilk gündə bizə bir neçə şey verdilər. Məsələn, belə bir brelok çantadan asmaq üçün kart verdilər. Bu kart axşam yeməyi üçündür. 6600 TL yüklənilib içinə 20 gün üçün. Qələm, belə bir bəcik veriblər. Bu giriş, çıxış və günorta yeməyi üçündür. Ramiz, TUSAŞa qəbul almısan? TUSAŞda staj keçəcəksən. Nə fikirləşirsən bu barədə? Bu barədə fikirlərim mənim fərqlidir. Çünki səhər girəndə insan başqa şey düşünür. Bir gəzdikcə fikri dəyişir ki, deyir ki, nə yaxşı ki gəlmişəm, nə yaxşı ki görmüşəm. Çoxlu Azərbaycanlı görürəm. Bu da məni şad edir ki, bu sonuçta çoxlu Azərbaycanlı işləyir. İnşallah bir gün biz də müdafiə sənayesində yaxşı yerdə bir yerdə biz işləyirik. Və onu gördüm ki, burada girmək mümkün olur. Çox sağ ol, təşəkkür edirəm. Burada artıq qaldığımız yerə qayıdırıq. TUSAŞda staj hər gün saat 17:00-da bitir. Deməli, TUSAŞın ilk gündə bizə belə bir şey verdilər. Bunu deməli yığandan sonra belə bir şey alınacaq. Yəni başlayaq görək nə göstərir. Belə bir şey alındı. Bir balaca aşağıları yapışmır, belə qalır. O da okeydir məncə. Yapışqan falan olsa yapışdırardım. Belə. Belə duranda heç bilinmir. Məndə biraz gec bitdi. Normala daha tez bitərdi də. Belə oldu.